İlk öncə əziz müəllimlər, professor müəllim heyəti, sevimli tələbələr, hamınızı xoş gördük. Bugün biz burada yığışmaqda məqsədimiz Elçin Cavadovun və İradə Seyidovanın yenidən işıq üzü görən kitabının, təzə kitabdır, yenidən deyəndə, yəni Elçin müəllimin çox kitabları var, dərs vəsaitidir. Avtomatikanın əsasları kitabının təqdimat mərasimində yarışmışıq. Bununla bağlı hamınıza uğurlar arzulayıram. Mən inanıram ki, bu kitabın təqdimatı çox önəmli olacaq və bu kitab haqqında biz burada deyilən sözlərdən önəmli nəticə çıxardacağıq və tələbələr üçün çox gözəl bir dərs vəsaiti olacaq. Elçin müəllim, mən ilk öncə sizi təbrik edirəm, uğurlar arzulayıram. Siz həqiqətən buna layiqsiniz. Kafedra müdürü olaraq mən dəfələrlə kafedranın əməkdaşlarından görüşmüşəm, söhbət aparmışam. Kafedranın nizam-intizamı hər şey öz yerindədir. Müəllimlər öz yerindədirlər. Demək, müəllimlər deməsin ki, biz öz yerində olan söz yaxşı deyil. Amma tədris, təlim, hər şey öz yerindədir. Bu da sizin təşkilatçılığının qabiliyyətidir ki, necə ki, həvəsgarsız kitab yazmağa, həqiqətən də bu həvəs olmasa bunu yazmaq qeyri-mümkün. Birinci ilk öncə alimdə həvəs olur. Düzdür, indi deyərlər ki, vaxt da məsələsi, amma həvəs olanda vaxt tapılır. Mən uğursu arzulayıram, yenə də sizə də, İradə xanıma da uğurlar arzulayıram və mən inanıram ki, bu davamlı olacaq. Çox sağ olun. Davamlı olacaq. Və tələbələr çox bu kitabı sevə-sevə oxuyacaqlar. Çünki bu dərs vəsaitidir, mən inanıram ki, bu dərs vəsaiti yeni yazılıbdır. Uğur arzulayıram sizə və gələn iştirakçılara da, yəni bu təqdimatda iştirak edənlərin hamısı təşəkkür edirəm ki, belə qızıl vaxtlarını sərf edib, bu günü bizlə bir yerdədirlər. Uğur arzulayıram. Sağ olun. Pərvi xan, buyurun. Qızrasının 3-cü kurs tələbəsidir. Çox qabiliyyətlidir. Yəni, haqq eləməyə haqqımız var. Hər tərəfli bir... Çox fəal, hər tərəfli bir xanımdır. Özdə zəhmət keçdi. Sosial şəbəkədə izləyicisi var. Həm də günortadan sonra işləyir. 3-cü kurs tələbəsi. İqtisadiyyat fakültəsi yetirir. İqtisadiyyat fakültəsində oxuyur. Şəhər tədbirləri kimi olar ki, hamısında iştirak edir. Bizi təmsil edir. Çıxış edəndən sonra da Filarmoniyada əməkdaşlıq edir, orada ştatda, yarım ştat işləyir. Yəni, özdə hər tədbirdən sonra cənab başçı ilə görüşəndə təqdim edəndə deyir, mən Gəncə Dövlətin 3-cü kurs tələbəsiyəm. Bəli, ona görə də sizi alqışlayıram. Mən çox vaxtınıza almayacağım. Hörmətli Gülsüm müəllimə, hörmətli tədbir iştirakçıları, hörmətli rektorumuz Professor Yusuf müəllimin adından tədbir iştirakçılarını salamlayıram və Yusuf müəllimin xoş sözlərini, təbrikini çatdırıram. Həqiqətən Ümumi Texniki Fənlər və Texnologiya Kafedrası uzun illərdir fəaliyyət göstərir. Bu köklü bir kafedradır. Mahir müəllimin dövrü, ondan qabaqki Rəhmət Səlim müəllim dövrü, yəni Muğam müəllim rəhbərlik elədiyi fakültədir. Uzun illərdir də Muğam müəllim getdikcə adları dəyişilibdir bu kafedranın, ancaq mahiyyət nöqteyi nəzərindən, yəni kökü və uzun tarixi olan bir kafedradır. Bu kafedrada 2 bakalavr ixtisası üzrə kadr hazırlığı həyata keçirilir. Bir magistr ixtisasıdır. Burada yoxsa 2 magistr. Bir magistr pilləsi üzrə kadr hazırlığı həyata keçirilir və hörmətli rektorumuz Muğam müəllimin dəfələrlə təqdimatı və xahişi əsasında həmən kafedraya əlavə olaraq maşın mühəndisliyi ixtisası verilmişdir və orada da bu kadr hazırlığı artıq 2-ci ildir ki, həyata keçirilir. Sizə haşiyədən kənar olaraq bir şey deyim ki, hörmətli rektorumuz Muğam müəllim qarşısında, yəni
tələb qoydu ki, yeni ixtisasın alınması üçün birinci orada maddi texniki bazı və həmən ixtisas hazırlığında tələb olunan, tədris planında olan fənlərin tədris üçün lazım olan dərs vəsaitinin, fən proqramların, digər sənədləşmələrin olması vacibdir. Elçin müəllim, Muğam müəllimin göstərişi əsasında demək olar ki, 3 ay ərzində işlədi. 80-ə yaxın yəni fənnin dediyim sənədləşməsini, dərslik, dərs vəsaiti, fən proqramı, digər metodik vəsaitlər, bunları yəni həyata keçirdilər. Bu şeyləri deməkdə məqsədim nədən ibarətdir? Yəni bu kafedra daima axtarışdadır. Son 10 ildə də ki, özünün demək olar ki, tam inkişaf dövrünü tam fərqli yaşayır və burada hörmətli rektorumuzun, yenə də deyirəm, Muğam müəllimin təqdimatı əsasında o kafedranın bazası olan o otaqların yenidən, yəni ki, tədris emalatxanalarının, laboratoriyaların həqiqətən müasir dövrün tələblərinə uyğun təmir olunaraq tədrisə verilməsi bu kafedranın bir daha yəni işinə göstərilən diqqət qayğıdır və burada 17 yaxın əməkdaş var, 20 yaxın tədris köməkçi heyəti. Bunlar hamısı demək olar ki, Elçin müəllimin rəhbərliyinə daimi yəni birinci insan özündən başlamalıdır Fərid müəllimə. Yəni əməkdaş görür ki, kafedra müdürü oturur, özü fən proqramı, silabus, dərslik, dərs vəsaiti, mühazirə materialı, yəni bunları və öz fənnini özü tədris edir. Onda artıq əməkdaşlara bir stimul yaranır, məsuliyyət hissi yaranır ki, Yusuf müəllimə bayaqlar deyib dəfələrlə getmişəm, görmüşəm əməkdaşlar. O kafedra demək olar ki, tam fərqli bir formada dəyişib və inkişafa doğru artıq rəqabət universitetdə birinci onluqda olan kafedralar sırasını qalmaq səviyyəsindədir və burada yenə deyirəm, Muğam müəllimin daima o kafedraya diqqət qayğısı nədən ibarət? Texnologiya müəllimliyi vaxt var ki, tələbə qəbulu 15 nəfər idi, indi bir maşallah 90 nəfərə çatıbdır. Yəni o da kafedranın, yəni birinci tələbədir, tələbə olduqdan sonra artıq bəs belə Elçin müəllim və rəhbəri ilə də kafedra əməkdaşları mütəmmədi olaraq yenə də deyirəm, bu sənədləşmələrin yenilənməsi, müasir dövrün tələblərinə uyğun olaraq təzələnməsi üçün əllərindən gələni əsirgəmirlər. Elçin müəllim dünən mən söhbət edəndə artıq ona yaxın dərslik, dərs vəsaitinin yəni kafedra əməkdaşlarının istifadəsinə, fakültə tələbələrinin, universitet tələbələrinin istifadəsinə verilməsi, yəni bunun bariz nümunəsi. 10 dərslik, dərs vəsait 7-si prezident kitabxanasına təqdim olunubdur. Bunun hamısı, yəni görün hansı göstəricidən xəbər verir və axarıncı deyək də, axarıncı deyək ki, İradə Seydova ilə bir yerdə avtomatikan əsasları fənni və o fəndə kafedranın əsas fənlərindən biridir. Standartla, dövlət standartında tələb olunan fənlərdən biridir. Bu barədə də nəyə görə, yəni kənar müəlliflər, kənar alimlərin biz dərsliyindən, dərs vəsaitindən istifadə etməliydik və Gülsüm müəllimənin qeyd elədiyi kimi bu beynin məhsulu o halda gəlir ki, ürəkdən istəyirsən. Yəni, inanın ki, bunu eləcə oxumaq üçün, cümlə və cümlə korrektə eləmək üçün bir 2 ay, 3 ay vaxt lazımdır da. Hamı elə bilir ki, yəni ki, asan deyil. Bu gərgin əməyin yəni, məhsuludur. Çıxışımın əvvəlində qeyd etdiyim kimi, hörmətli rektorumuzun adından təbrik edirik, xeyirli olsun. Daima yəni ki, kafedra deyildikdə əməkdaşların yəni bu nailiyyətlərinlə işə gəlməmək, dərsdən tez getmək, dərsə biganə münasibət deyil, artıq keyfiyyətdən söhbət gedir, rəqabətdən söhbət gedir. Hər bir işçinin üzərinə düşən öhdəlik var da, bu öhdəliklərin içərisində ən axırıncısı dərs keçməkdir. Əmək intizamında tələb olunur, işçi işə gəlir, 8 saat işini yerinə yetirir, işin içərisində tələbiyə məsləhət də var, işin içərisində elmi tədqiqatla məşğul olmaq da var, işin içərisində dərs demək də var, işin içərisində tədbirlərdə iştirak eləmək də var. Yəni, bütün bunlar gün ərzində tələb olunan əmək intizamında 8 saatın içərisində yerləşdirməlidir. Bugünkü gündə də Elçin müəllim və İradə xanımın yəni, özləri gün ərzində əriyib ərsiyə gətirdikləri kafedra üçün, tələbələr üçün avtomatikanın əsasları bu kitabının bu formada özü müasir dizayn, müasir tələblər səviyyəsində yəni, çap elətdirməyi həqiqətən universitet rəhbərinin göstərdiyi, yəni tələb elədiyi
yəni Həm də tələb diqqət- səviyyəsindədir də, həm də akkreditasiyanın da diqqət- istənilən halda bizdən tələbi odur ki, yəni yeni müasir nəşrlər olmalıdır, müasir mövzular, yəni ora daxil olmalıdır. Burada heç mənim deyir ki, gələcəkdə bu digər məsələ üçün ədəbiyyat kateqoriyalarında tərbiyyələr bu sahədə yəni dərsidir. Ya həqiqətən tərbiyyə layiq haldır. Yenə də deyirəm, təbrik edirik, xeyirli olsun. Muğam müəllim fakültənizlə bağlı həmişəki belə tədbirlərdə, həmişə də fakültənizin nailiyyətləri fakültə köhlü fakültədir. Yəni fakültə, yəni bugünün sabahın, dünənin fakültəsi deyil, yəni ki, uzun illərin təbrik edirik. Xeyri və düşərli olsun. Sağ olun. Əlinizdə bayram, keçici bayram deyil. İndi isə təbrik üçün söz Asif müəllimə buyur. Asif müəllim, başlayır. Çox sağ olun. Təşəkkür edirəm. Şöyle hər birimizi xoş gördük. Doğrudan da aslında hansısa bir mütəxəssis hazırlanmaqdan danışmaq boş şeydir. Və digər bir tərəfdən mən bura girəndə kitabı vərəqlədim və burada bir qərbəlik, məsələn, istehsalatın avtomatlaşdırılması. Bugün gündəmdə duran ən başlıca məsələlərdən biri istehsalatın avtomatlaşdırılması. Və bizim üçün çox maraqlı gəlir, haradasa televiziyada görəndə ki, hansısa bir istehsal sahəsində avtomatlaşdırma gedir və xüsusilə Yaponiyanı biz misal gətirəndə deyirik ki, Yaponlar artıq mətbəx robotları ixtira edirdi və burada bu məsələlər çox toxunuqdur və mənim üçün çox maraqlı bir nüans nədən ibarətdir. O qəpiyə atıb su götürülən avtomat vardı. Bu avtomatın ilk dəfə, mən bilmirdim, mən eradan 50 il qabaq İskəndəriyyə şəhərində, məsələn, mən birinci səfərdir burada rast gəldim və mənim üçün olduqca çox maraqlıdır. Və qaldı bu kitabın ərsiyə gəlməsindən aydındır ki, Elçin müəllimin xidmətlərin tanımaq olmaz. O cümlədən mən İradə xanımın burada əməyinə xüsusi qiymət verir. Siz ali məktəbdə işləyən hər hansı bir əməkdaşın ən birinci vəzifələrindən biri də o elmə nəysə bir yenilik verməkdən ibarətdir. Əgər alim elmə heç bir yenilik vermirsə, onun alimliyi heç bir şeydir. Yəni, bunun haqqında, o alim haqqında yalandan nə qədər bəzək vursan da, o bəzək götürüləsi deyil. Və ali məktəb müəllimlərinin, ali məktəbdə çalışan professor müəllim heyətinin birinci ən ümdə vəzifəsi məhz elmi nailiyyətlərlə ölçülür. Elmi nailiyyətlərlə ölçülür. Və bu kitab da o elmi nailiyyətlərin nəticəsidir. Ki, qoyulub, gündəliyə gətirilib, bugün gündəmə gətirilibdir. Və ona görə də burada çəkilən əziyyət əlbəttə qiymətlənməlidir. Və eyni zamanda gələcək nəsil üçün hansısa bir kitabın qoyulması, hansısa bir məqalənin çapdan çıxması bu gələcək nəslə verilən töhfədir. Yəni, bunu qiymətləndirmək lazımdır. Və ona görə də mən Elçin müəllimlərdən, İradə xanımına uğurlu müvəffəqiyyətlər arzulayıram və ən böyük arzum ondan ibarətdir ki, bugün bir dənə kitabı çap elətdirdim və bundan sonra qış yuxusuna getdim və sonradan ayıldım, İnşallah, davamlı olacaq. Bu olmasın. Yəni, bu hal, bu proses, yəni bu cür çalışmaq davamlı şəkildə olsun, davamlı formada olsun. Mən hər iki müəllifi ürəkdən təbrik edirəm, hər ikisinə uğurlar diləyirəm və deyirəm ki, Şuşanı belə satın. Sağ olun. Sağ olun. Aslında çok sağ olun, teşekkür ederim. İndi size sözü Afaq xanıma verin, buyurun. Hürmətli təbliğ iştirakçıları, hər birinizi salamlayıram və çıxışıma biraz
keçmişə qayıdaraq başlamaq istəyirəm. Hansı keçmişə? 2013-cü ildə mənim ilk tədbirim idi. Aprel ayında elə əməyin mühafizəsi ilə bağlı. Həmin tədbirdə Fizika və Texniki Fənlər Fakültəsində keçirirdi özə tədbirdə. Həmin tədbirdə Elçin müəllim çıxışçı idi. Çox geniş və maraqlı bir çıxışı oldu kafedranın. Yəni çox belə kafedra davalı idi, davalar gedirdi. Ondan sonra davamiyyət çox pis yox vəziyyətində idi də, belə deyək. Elçin müəllim ora kafedra müdiri təyin olunandan sonra kafedrada bir canlanma baş verdi. İlk növbədə davamiyyət öz qaydasına düşdü. Ondan sonra da ki, yəni kafedranın əməkdaşları, müəllimləri, kafedra müdiri başda olmaqla sırf elmi fəaliyyətə başladılar, elmi fəaliyyətlə məşğul oldular. Bu da bütün bu söylədiklərim də Elçin müəllimin öz işinə necə məsuliyyətlə yanaşmasından və təşkilatçılıq qabiliyyətindən irəli gəlirdi. Təbii ki, bir kafedranı tam ələ almaq və onu sırf elmi pedaqoji yöndə yəni, istiqamət vermək. Və bir neçə ay bundan öncə hər birimizin xatirindədir, ikinci tədris binasında Elçin müəllimin 2 dərs vəsaitinin təqdimatı oldu. Biri əməyin mühafizəsi idi, digərisi STEM idi. Və hardasa 4-5 ay bundan əvvəl idi səhvlərimsə də. Yəni qısa bir müddət ərzində təbii ki, bu kitaba da çoxdan, yəni bəlkə də il öncə hazırlığa başlamışdınız siz. Və bir neçə ay sonra da bu kitabın ərsəyə gəlməsi, bu günlərin təqdimatının olması çox təqdirə layiq bir haldır. Və bir şey də qeyd eləmək istəyirəm ki, Elçin müəllimin səhvlərimsə 10 dərslik və dərs vəsaiti olmalıdır. Onlardan 7-si prezident aparatındadır. Yəni bu özü də böyük kitab orada, Nail Bəli, prezident kitabxanasındadır, mən üzr istəyirəm. Yəni bu özü də böyük bir uğur və nailiyyətdir. Elçin müəllim, mən sizə əvvəla cansağlığı arzulayıram. Ondan sonra da işlərinizdə uğurları arzulayıram. İradə xanım, sizə təbrik edirəm. Yəni uğurlarınız davamlı olsun, bunların davamı gəlsin. Sağ olun. Təşəkkür edirəm. Hörmətli tədbir iştirakçıları, indi isə sözü qızımıza veririk. Elçin müəllim və İradə xanım haqqında qısa bir tanışıq. Buyurun. Minnətdaram. İlk növbədə mən də öz adımdan dəyərli müəllim kollektivini və eyni zamanda tələbə yoldaşlarımı salamlayıram və Gəncə Dövlət Universitetinin Ümumi Texniki Fənlər və Texnologiya Kafedrasının əməkdaşları olan Dosent Elçin Məhəmmədoğlu Cavadovun və eyni zamanda İradə Adil qızı Seyidovanın yeni nəşr olunmuş Avtomatikanın əsasları adlı dərs vəsaitinin təqdimatında hər birinizi xoş gördük. Mən də öz təqdimatımda təbii ki, hər iki müəllimimizi səmimi qəlbdən təbrik etmək istəyirəm. Çünki bu böyük nailiyyət, böyük uğurdur. Eyni zamanda da bildirmək istəyirəm ki, Gəncə Dövlət Universitetinin müəllimləri adından Gəncə Dövlət Universitetinə ilə bağışlanan bir qürur və fəxr hissidir. Yenidən hər birinizi təbrik və təşəkkürlərimi çatdırıram. Və öz adımdan bildirmək istəyirəm ki, Elçin müəllimin kitab təqdimatlarında düzdür, bir neçə kitab təqdimatları olsa da artıq ikinci dəfədir mən özüm iştirak edirəm və Elçin müəllimin uğurlarından, onun kitablarından, eyni zamanda nailiyyətlərindən danışmağa bir gün, bir saat, demək olar ki, bir konferans yetməz. Ancaq bildirmək istəyirəm ki, Elçin Məhəmmədoğlu Cavadov Gəncə Dövlət Universitetinin Ümumi Texniki Fənlər və Texnologiya Kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru, eyni zamanda dosentdir. Elçin Cavadov 1969-cu ildə Gədəbəy rayonunun Böyük Qaramurad kəndində ziyalı ailəsində anadan olmuşdur. 1986-cı ildə orta məktəbi qızıl medalla bitirmiş və Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Mexanikləşdirilmə və Elektrikləşdirmə fakültəsinə daxil olmuşdur. 1987-ci ildə riyaziyyat fənnindən tələbələr arasında keçirilən Respublika Olimpiyadasında birinci yer tutmuşdur. 1993-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Lenin təqaüdü və fərqlənmə diplomu ilə bitirmişdir. Və son olaraq qeyd etmək istəyirəm ki, Elçin müəllimin hal-hazırda müəllimlərimizin də vurğuladığı kimi Azərbaycan Respublikasının prezidenti kitabxanasında artıq 6-dan 7-dən çox kitabları mövcud olmaqdadır. Və kitabımızın digər müəllifi haqqında vurğulamaq istəyirəm İradə xanım. Mən yenə də sizi təbrik edirəm. İradə Adil qızı Seyidovadan söhbət gedir. 1974-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1991-ci ildə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun mühəndis
Pedaqoji Fakültəsinin Ümumi Texniki Fənlər və Fizika ixtisasına daxil olmuş, 1996-cı ildə Gəncə Dövlət Universitetinin fərqlənmə diplomu ilə bitirmişdir. Hal-hazırda Gəncə Dövlət Universitetinin Ümumi Texniki Fənlər və Texnologiya Kafedrasının müəllim vəzifəsində işləyir. Agromexanika Elmi Tədqiqat İnstitutunun dissertantıdır. 20-dən artıq elmi məqalənin və eyni zamanda ona yaxın fənn proqramının müəllimidir. Elmi əsərləri Azərbaycanın və xarici ölkələrin elmi mətbuatlarında da dərc olunur. Biz də xarici ölkələrə adımızı, sanımızı, səs yazmağımız münasibəti ilə təbrik edirik. Eyni zamanda Gülsüm müəllimə, Şahin müəllim, Asim müəllim və Pərvin müəllim və digər müəllimlərlə başda olmaqla mən özüm təşəkkürümü çatdırıram ki, müəllimlərə bu barədə işıq yol açdığı üçün və məni də bu tədbirdə görmək istədiyiniz üçün özlərin təşəkkürlərimi çatdırıram. Bir daha təbriklər. Çox sağ olun, çox sağ olun. Təşəkkür ederim. Alkışlayaq. İndi isə sözü bizim müəllifimiz, millət vəkilimiz Pərvin xanım Kərimzadə. Buradan təqdim Süper, yerinizi bilin, boşalın. Arkadaşlar, bugünün səbəbkarları, hörmətli Elçin müəllim və İradə xanım, hər birinizi salamlayıram. Əslində, məruzəçi qismində çıxış etmək biraz çətindir, çünki daha çox sırf ixtisasa uyğun danışmaq lazımdır, amma mən ixtisasçı olmadığıma görə kitabın əhəmiyyəti haqqında və müəlliflər haqqında deyəcəm. Məndən sonra danışan hörmətli dekanımız, Emin müəllim, Muğan müəllim və Yəhyə müəllim kafedra müdürümüz artıq sırf elmi tərəfləri haqqında yəqin ki danışacaqlar. İlk öncə onu deyim ki, Şahin müəllim də burada vurğuladı kafedra haqqında. Doğrudan da mənim üçün də o kafedrada olanda bir çox yeniliklərlə qarşılaşdım. Çünki kafedralarımız, bizim yaxşı kafedralarımız çoxdur. Ümumiyyətlə, kafedra müdürlərimizin hamısı öz sahəsində uğurla çalışırlar, hərəsinin öz özəllikləri var. Və burada ən çox insanı düşündürən olur ki, kafedra müdürü ilk öncə öz əməkdaşlarını düşünməlidir və tələbələrinə daha yaxşı dərs vermək üçün hansı addımlar atacağının üstündə düşünməlidir. Kafedra müdürü sözsüz ki, özü nümunə olmalıdır və burada bir kiçik haşiyəni çıxım. Bugün mənim üçün ən xoş hallardan biri Elçin müəllimi oldu ki, bugün sizdən öncə olan kafedra müdürü Mahir müəllimi də dəvət eləmişsiniz. Bu əslində kafedra müdürləri arasında keçən o, belə deyək də, o ardıcıllığın və sizin və Mahir müəllimin böyüklüyünün bir addımıdır. Mənə elə gəlir ki, bu təqdirə layiq haldır. Bəzən belə hallar yaranır ki, bir müdür yeni işə keçəndə köhnə müdürlə münasibəti olmur, bu münasibətlər pozulur. Amma biz hamımız eyni kollektivdə işləyirik və mənə elə gəlir ki, Elçin müəllim ən uğurlu addımlardan biri də elə bu hesab oluna bilər. Mən gördüm, şəxsən çox sevindim. Çünki doğrudan da bu bir nümunədir ki, yəni təqdim edirsiniz burada və bundan mənə elə gəlir ki, bütün əməkdaşlar da o nümunəni götürür və hörmətlə həm keçmişə, həm gələcəyə də yanaşırlar. Kafedra ilə bağlı dedim, ən çox xoşuma gələn məqamlardan biri nə olmuşdu? O ərəfədə kafedralarda bir yoxlama keçirilirdi və biz də bunda iştirak edirdik. Elçin müəllimin kafedrasında bütün fənlərə aid dərsliklər, dərs vəsaitlər və bütün uyğun olan metodik vəsaitlər toplanmışdı. Əlbəttə ki, bütün bunların hamısı kafedrada çap olunmur. Təsəvvür edin ki, harada nə dərs vəsaiti çap olunurdusa, bunların içində Rusiya var idi, Türkiyə var idi, Qazaxıstan var idi. Elçin müəllim onu kompüterdə çıxarır və mən orada hətta bir sual da verdim ki, müəlliflik hüquqlarını qoruyursunuz, dedi hökmən, həmin adamın mütləq adı üz vərəqdə olmaq şərti ilə hamısının həm kompüter versiyası, həm elektron versiyası kompüterində, həm kitab versiyası, yəni çap olunmuş, ciltlənmiş kafedrada qorunurdu. Bu nədən ötürü idi? Yəni, müəllim dərsə gələn zaman, əgər ola bilər də həmin gün əlində materialı olmasın, ya kimsə kimisə əvəz eləyirsə, dərhal kafedrada onun üçün bu materiallar hazır idi. Bu bilirsiniz necədir? Bu kafedranın birlikdə işləməsi üçün və tələbələrə daha yaxşı dərslər keçməsi üçün əlbəttə ki, yaradılan şərait idi. Mən digər sənətlər haqqında demirəm, elə Şahin müəllimin vurğuladığı ki, təzə başlayanda texnologiya ixtisasında o tələbələrin sayı, verilən qəbulun sayı və bugün 90-a çatmağın sayı. Bu əslində nədir? Deməli, o yerlər dolur ki, universitet bu yerləri alır. Deməli, kafedra buna doğru çalışır və o tələbələri cəlb etmək üçün əllərindən gələni edir ki, bu ixtisaslarda artır. Sözsüz ki, burada kafedra müdürü ilə yanaşı
hörmətli Muğan müəllimin də çox böyük əməyi var ki, o da hər zaman tələbələrin tərəfində əgər dekan durursa, müəllimlər tələbələrə yönümlü addımlar atırlarsa, deməli bu tələbələrin sayı günü-gündən də artacaqdır. Yəni bu da əslində universitetimiz üçün təqdirə layiq haldır. Təəssüflər olsun ki, bəzən olur ki, çox belə deyək də texnologiya ixtisası ola bilsin Gəncə Dövlət Universitetində ən birinci və ikinci olan ixtisaslardan deyil. Amma hamımızın bildiyimiz kafedranın özəyini təşkil edən ixtisaslara bir də görürsünüz yerlər boş qalır. Deməli, haradasa boşluq var. Deməli, haradasa daha yaxşı işləməliyik ki, o yerlərdə boş olmasın, tələbələr qəbul olunsun. Bunun üçün isə bugün olan tələbələrimizə daha yaxşı dərs deməyə çalışmalıyıq. Daha yaxşı, belə deyək də, onlara həm elm təhsil verməyə, həm də tələbələrin diqqət və qayğını görməlidirlər dekanlıqdan. Məsəl üçün, burada kiçik yaşaya çıxım, elə Şahin müəllim buradadır, baxır, həmişə ən çox magistraturada qəbul olan pedaqoqadan olur. Niyə? Çünki yaxşı onlara həm təhsil verirlər, həm də o tələbələri hazırlayırlar ki, seçəndə Gəncə Dövlət Universitetini seçsinlər. Biz Elçin müəllimin bugün ilk kitabı deyil təqdimatına toplaşmışıq. Son bir ildə ikinci artıq təqdimatdır ki, iştirak edirik. Birinci təqdimatda iştirak etdiyimiz kitablardan biri STEM-lə bağlı idi və bugün universitetimizdə deyil təkcə, ölkədə STEM ən aktual məsələlərdən biridir. STEM məsələsinin hətta, belə deyək də, çoxları heç bunun nə olduğunu bilmir, çoxları bununla bağlı gələcəyə olan bir ixtisaslardan biri kimi düşünür. Amma Elçin müəllim universitetimizdə o fənnin tədris, gələcəkdə tədris olunmasına baxmayaraq artıq onunla bağlı bir kitab yazmışdı və mən onun şahidiyəm ki, bu STEM ideyasını ilk dəfə ölkəyə gətirən bir müəllif belə o kitabla maraqlanmışdı və bilavasitə sizinlə bununla bağlı əlaqə saxlamışdı. Hal-hazırda STEM-lə bağlı olan kitablar həm Prezident Kitabxanasında, həm bugün müasir dövrün bilavasitə bununla məşğul olan İnnovasiyalar Mərkəzində saxlanılır və digər universitetlərdə də onunla bağlı keçilir. Bugün təqdim olunan Avtomatikanın əsasları kitabı həm Elçin müəllimin, həm İradə xanımın təqdimatında təqdim olunan bu kitab mənə elə gəlir ki, müəllimlər üçün, bu fənni deyən müəllimlər üçün əsl stolüstü kitabdır. Niyə? Çünki bu kitabı əldə olan insan, bu kitabı əlinə alan insan burada həm hazır mühazirə mətnini görür, həm burada laboratoriya işi görür. Bunun özü dərs vəsaitləri üçün olduqca önəmli bir addımdır. Yəni, burada laboratoriya işinin məqsədindən tutmuş, onun necə işlənməsi, yekunda hesabatın necə yazılması, bütün bunların hamısı öz əksini tapmışdır. Bir tərəfdən bu fənnin nə olduğu, Asifəm doğru dedi, yəni onun tarixinə gedilir. Yəni, bu fən necə oldu ki, avtomatlaşdırılma yaradıldı, necə oldu ki, o İskəndəriyyədən, yəni Misirdən başlandı, bugünkü günlərimizə qədər necə gəldi. Eyni zamanda bu fənnin praktik məşğələlərini necə keçmək lazımdır, laboratoriya işlərini necə qurmaq lazımdır. Demək olar ki, addım-addım bunların hamısının izahatı verilir. Biz burada əgər qoyulan başlıqlara fikir versək, yenə edirəm, aydın olar ki, elə dərsdə bunları necə keçmək lazımdır, həm Elçin müəllim, həm İradə xanım, bütün bunların hamısını nəzərə alıblar ki, gələcəkdə gələn gənc müəllim, əgər bu fənn ona veriləcəksə, bu kitabın əlində olması ona kifayət edəcək. Siz burada ədəbiyyat siyasına fikir versəz görərsiniz ki, biz bilirik ki, sözsüz ki, avtomatlaşdırma ilə bağlı daha yaxşı kitablar Rusiyada da yazılıb. Burada verilən kitablar, ədəbiyyatda verilən kitablar bizimkilərlə yanaşı Moskvada çap olunmuş kitablardır və bunun özünü də məlum məsələdir ki, tərcümə edərkən, bu kitabda istifadə edərkən, öz təcrübəsini bu işə qatarkən tələbələr üçün daha faydalı bir dərs vəsaiti meydana çıxardır. Burada, yer edirəm, ədəbiyyat siyasına baxsaz, cəmi 2 ya 3 kitab var ki, Sovetlər dönəminə təsadüf edir. İstifadə olunan ədəbiyyat siyasi 2000-ci illərdə və ondan üzübəri buraxılan kitablarla bağlıdır. Dediyim kimi, bu kitabların hər biri əslində, mən dedim, müəllimlər üçün, elə geniş kütlə üçün də yaxşı bir məlumat mənbəyinə çevrilə bilər. Çünki biz bugün avtomatlaşdırma tam əsrində yaşayırıq. Həyatımızın elə bir sahəsi yoxdur ki, biz orada avtomatlaşdırma ilə qarşılaşmayaq və burada olan bir çox bizdə olan suallara cavabı biz buradan tapa bilirik. Mən yenə edirəm, mən bunun sözsüz ki, onun tam məzmunu haqqında, bunun haqqında hörmətli Muğan müəllimə həmən danışacaqlar. Amma burada belə deyək də, texnoloq olmayaraq, o sahənin mütəxəssisi olmayaraq bizim üçün də çox maraqlı məlumatlar var. Məsələn, burada adicə robot sözünün necə meydana gəlməsi, mənşəyi necə olması. Biz bugün son dövrlərdə Android sözünə çox, belə deyək də, istifadə edirik. Android telefonlardan danışırıq, amma əslində Android sözünün
necə meydana gəlməsi, məzmunu nə olması, əslində nəyi ifadə etməsi və ona görə də təkcə mütəxəssislər üçün deyil, dediyim kimi geniş kütlə üçün də çox maraqlı bir kitabdır və siz belə deyək də bugünkü dövrlə bağlı məlumatlarınızı daha çox artırmaq istəsəz, sözsüz ki, bu kitaba müraciət edə bilərsiniz. Bir maraqlı faktı da diqqətinizə çatdırım ki, bu kitab artıq Bakı Ali Təhsil Müəssisələri tərəfindən də qəbul edilmiş bir kitabdır. Kitabdan istifadə olunur, onların kitabxanalarına Elçin müəllim də deyib, artıq onlar təqdim olunub, Milli Kitabxanaya təqdim olunub və bütün bunların hamısı ondan xəbər verir ki, biz təkcə özümüz bugün adət etdiyimiz, belə deyək də, Bakıda nüfuzlu ali təhsil müəssisələrində çıxan kitablardan istifadə etmirik. Bugün Gəncə Dövlət Universitetinin bir neçə ildən sonra 90 illiyini qeyd edən Gəncə Dövlət Universitetinin kitabları Bakının ali təhsil məktəblərində tədrisdə istifadə olunur. Əlbəttə ki, bunun özü də müəlliflərin uğurudur, Elçin müəllimin və İradə xanımın uğurudur və mənə elə gəlir ki, biz belə bir təqdimatları təkcə bu kafedradan deyil, təkcə arada digər kafedralar onlarda deyil, bütün kafedralarda təşkil etmək lazımdır. Kimya Biologiya fakültəsi ümumi öz fakültəsi üçün elədir. Bu da təqdirə layiq addım idi. Çünki bilirsiniz, bu kitabları çap etmək təkcə sizin üçün deyil. Bu kitabları çap etmək universitetimiz üçündür. Universitetimizin nüfuzunu artırmasına xidmət edir. Amma bunların buna xidmət etməsi üçün biz mütləq bunları tanımalıyıq. Bunları bilməliyik ki, hansı kitablar çap olunur. Bu kitabların məqsədi nədir? Bu kitabların yazılmasında kimlər iştirak edib? Əslində bu təqdimatlar nə üçün keçirilir? Bu təqdimatlar digər alimləri də daha da həvəsləndirmək, yeni kitablar nəşr etdirmək, o kitabları geniş kütlələrə çatdırmaq. Çox yaxşı haldır ki, bugün müəllimlərimizlə yanaşı tələbələrimiz də iştirak edir ki, görsünlər ki, bu universitetdə hansı bir işlər görülür. Bayaq Əsif müəllim dedi ki, sükanı belə saxlayın. Mən ona bir əlavəni eləyərdim ki, əslində sükanı belə saxlayıblar, çünki bir ildə ikinci təqdimatı kafedra keçirirsə, bu orada gedən işlərdən xəbər verir. Elçin müəllim, sizin bacarığınız haqqında mən əlavə söz demək istəmirəm, bu yəni göz qabağındadır. Çünki insanlar çox söz danışa bilər, amma bunu real əməldə də göstərməlidirlər. Bugün danışdığımız kafedranın müdürü real əməldə öz işlərini götürür. Burada biz həm dövlətçilik baxımından bu addımları görürük. Sosial şəbəkələrdə Elçin müəllim çox fəaldır. Universitetimizin mövqeyini, şəhərin mövqeyini, ölkənin mövqeyini, cənab prezidentin dövlətə necə sadiq olmaq və dövlətə necə xidmət etmək lazımdır, həmin o xətti davam etdirərək universitetinə, şəhərinə və ölkəsinə faydalı insan olduğunu göstərir. Mən bu yolda sizə uğurlar arzu edirəm, İradə xanıma uğurlar arzu edirəm. Əminəm ki, bu bizim növbəti təqdimatımız idi. İkinci, üçüncü, sonuncu deyil, növbəti təqdimatımız idi. Biz sizin kitablarla bundan sonra da tanış olacağıq. Universitet üçün xidmətlərinizi hər kəs bilir, şəhər üçün xidmətlərinizi çoxlarımız, dövlətimiz üçün xidmətlərinizi çoxlarımız bilir. Mənə elə gəlir ki, elə bu xəttdə də davam etmək lazımdır. Bunu mənə elə gəlir, elə də çox deməyə ehtiyac yoxdur. Onsuz da davam etdirirsiniz. Çünki hər dəfə kiçik bir haşiyə çıxacağım, bunun bugünkü təqdimatla əlaqəsi olmasa da, hər dəfə çox qürur verici bir hal olur ki, cənab prezidentin bilirsiniz ki, səhifəsi var və orada cənab prezidentə minnətdarlıq hisslərini bildirərək vətəndaşlar yazırlar. Çox tez-tez biz Elçin müəllimin orada adına rast gəlirik. Çox tez-tez biz sizin kafedranın adlarına, əməkdaşların adlarına, fakültənizin əməkdaşlarının adlarına rast gəlirik. Bunun hamısı onu göstərir ki, bugün Gəncə Dövlət Universiteti düzgün yoldadır, bugün Gəncə Dövlət Universiteti cənab prezidentin siyasətini dəstəkləyir, cənab prezidentin siyasətinə uyğun olaraq fəaliyyətini görür və mən də sizə və burada əyləşən hər kəsə bu yolda uğurlar arzu edirəm. Çox sağ olun. Tarixdir ki, Elçin müəllim elə bir tarixdə anadan olub ki, o Azərbaycan xalqı üçün heç vaxt bəli, deyəndə ilk dəfə... Asif müəllim tədbirə gedir. Buyurun, Asif müəllim. Yəni, bu da xoşbəxtdir. Muğam müəllim. Buyurun, Muğam müəllim. Nə tər istəyirsiniz? Mən ilk növbədə hamınıza çox sağ olun deyirəm. Doğrudan da bugün bizim fakültə üçün gözəl bir gündür. Nəyə görə gözəldir ki, birincisi aydın görülür ki, burada iştirak edənlərin 80%-dən çoxu fakültənin həm profesor müəllim heyəti, həm tələbələrdir. Qalan tələbələr də onların yoldaşı, dostudur və müəllimlərimiz var. Hamısına çox sağ olun deyirəm. Amma bir də ən əsas üstünlük ona görə deyirəm ki, çox sağ olun ki, bugün universitetin rektorumuzdan başqa rektoruna yəqin vacib işi var, işi çoxdur. Bütün prorektorlar, bütün həmkarlar, əməkdaşlar hamısı buradadır. O da onu göstərir ki, doğrudan da Gəncə Dövlət Universitetində
elmə, təhsilə və yaşayan, inkişaf edən fakültəyə, kafedraya diqqət həmişə var. Mən buna görə hamınıza çox sağ olun deyirəm. Qaldı bu Elçin müəllimin kitabı haqqında deməyə. Elçin müəllimin kitabı haqqında bu birinci kitab deyil. Bir neçə ay bundan qabaq iki kitabın da biz təqdimatını qeyd eləmişik. Və ilk növbədə mən onu deyim ki, bu ixtisasa mən ilk növbədə çox sağ olsun Yusuf müəllim deyirəm ki, çox diqqətlə bu, yəni diqqət yetirir ki, biz burada texnologiya müəllim ixtisası ilk dəfə başlayanda 4 qrupda, 4 kursda cəmsi 84 uşaq var. Amma indi ikinci kursda 86, birinci kursda 75, 3-lə 4-də elə deyirəm. Bu da nəyə görədir? Bu sözsüz ki, universitet rəhbəri əgər qəbul planı verməsə, bilirsiniz ki, ora kimdir gələn. Amma ondan da əlavə, ondan bizim tədris etdiyimiz o emalatxana deyilən yer var. Bu fənlərin çox hissəsi oradadır. Yəni, tədris edilən fənlərin dərs keçilən yeri rektorumuzun bir il bundan qabaq Şahin müəllimdə köməkliyi ilə doğrudan da həmin emalatxanaya güclü bir əl gəzdirildi. Əl deyəndə, yəni təmir sayəsində orada da o bugünkü formada dediyimiz avtomatkanın əsasını göstərən qurğularımız fəaliyyətdədir. Və bu da onu göstərdi ki, orada bugün 3 dənə auditoriyamız fəaliyyətdədir. Yəni orada dərs keçən əsas texnologiya müəllim ixtisasının tələbələridir. Sözsüz ki, 85 nəfər bölünəndə 4 qrup, ya 3 qrup, 6 yarım qrup eləyir. Və bunların hamısı onu göstərir ki, və əlavət olaraq yenə Yusuf müəllim çox sağ olsun, maşın mühəndisliyi ixtisasını bizə verdi. Maşın mühəndisliyi ixtisası da bilirsiniz, yenə birinci kursları var. Yəqin bu il ikinci kursları da davam edəcək. Bunların o deməkdir ki, doğrudan da və bu kafedranın bütün əməkdaşları buradadır. Vaxt vardı ki, hamısı orada yarım ştat 0.25-dən işləyənlərdir. Amma indi bunlar, üzrəsən, donor təşkilatı manavına yardım edirlər. Yükdən söhbət gedir. Yəni, nə edirəm, Gülsün müəllimlər? Elçin müəllimin özü, bir də mən Elçin müəllimin özünü mən ona görə deyim ki, bir də Elçin müəllim, mən bu kollektivin içində deyirəm, yəni bu sözü... Bu kollektivin içərisində o söhbəti deyirəm, düzdür, kafedra müdür də var, dekan da var, müəllimlər də var, amma Elçin müəllim sözün əsl, həqiqi mənasında könüllü tox kafedra müdürlərdəndir. Mən bunu elə belə deyirəm, çünki könüllü tox olmasa o sözü müəllimə, o birisinə demək mümkün olmur. Bugün də mən tam səmimi deyirəm ki, o kafedrada, özdə Elçin müəllim kafedrasında gənclər biraz yaş həddi götürəndə bir balaca, doğrudan orada gənclər daha çoxdur. Və mən nə edeyim, bu avtomatikanın əsasları kitabında bu dərslərdən də bizdə olub, modelləşmə ilə, avtomatlaşma və modelləşmə, amma indi artıq bu dövrdə bu ədəbiyyatların olması o deməkdir ki, tələbələrimiz, gəlin sən bir deyək, bəzi tələbələr rus dilində, ingilis dilində ədəbiyyat tapanda da tərcümə eləmək çətinlik olurdu. Ancaq öz dilimizdə, Azərbaycan dilində ədəbiyyatın olması gənclərimiz üçün də çox gözəl bir işdir. Və mən nə edirəm? Bu yolda bütün əməkdaşlarımıza, Elçin müəllim sizə, Rədə müəllimə sizə uğurlar arzu edirəm. Həmişə yazasınız, yaradasınız, həmişə tələbələrimizin, institutun, universitetin və xalqımızın qeydinə, qulluğuna qalasınız. Təbrik edirəm, çox sağ olun. İndi isə sözü magistratura şöbəsinin müdürü Emin Yaqubov. Ondan buyurun. Askısız. Elçin müəllim anadan olanda mən. Hörmətli kollegalar, əziz tələbələr, mən də öz növbəmdə hamınızı salamlayıram və ilk növbədə bugün bizim kafedra üçün, bizim kollektiv üçün yaradılan bu şəraitə diqqətə görə hörmətli rektorumuz Yusuf müəllimə kollektivimiz adından minnətdarlığımı bildirirəm. Hər zaman belə təqdimatı olmur. Bu da yenə deyirəm, Elçin müəllimə və kollektivimizə göstərilən etimad və diqqətin nümunəsidir. Elçin müəllim haqqında burada çox deyildi, çox geniş ehtiyac yoxdur təqdim etməyə. Yəni, məhsuldar insandır, həm müəllim kimi, həm alim kimi. İl ərzində onlarla onun elmi məqalələri, tədris metodiki vəsaitləri dərc olunur. Mən başqa tərəf, Pərvin xanım qeyd elədi. Burada tələbələrimiz də var. Bir qısa da olsa, bu avtomatikanın məzmunu, mahiyyət haqqında məlumat vermək istəyirəm ki,
avtomatika, yəni insanın hər hansı bir prosesdə iştirakını, səviyyəsini aşağı salmaq, onun zəhmətini yüngülləşdirmək məqsədi güdən bir fəaliyyət növüdür. Onun deyək ki, Yunanca avtomat sistemindən götürülmüşdür adı. Bu da öz-özünə hərəkət edən, öz-özünə fəaliyyət göstərən mənası kəsb edir. Bərvi xanım çox yaxşı qeyd etdi ki, bu sırf bir texniki, texnoloji termin olaraq biz bunu təsəvvür edirik. Amma əslində bu avtomatlaşdırma bizim bütün həyatımızı, məişətimizi, gündəlik fəaliyyətimizi əhatə etmişdir. Yəni, elementar səhər-səhər evdə gözümüzü açıb, biraz gəlib bir o soyuducunun qapısını açılır ki, görək yeməyə nə var. O soyuducu öz avtomatik rejimdə işləyən bir elementar vasitədir. Yaxud istər kondisioner olsun, istər deyək ki, evin istilik sistemi. Evdən bayıra çıxdıq, yəni istənilən bir elm sahəsində, istər fizika, kimya, biologiya, ekologiya, hər bir yerdə bu avtomatlaşdırılmış idarə etmə sistemləri mövcuddur. Misal üçün, biologiyanı götürək, indi özümüz bilirsiniz ki, yaxşı istixanalar müasir mövcuddur. Mən o gün bir aqroparkda müşahidə eləmişəm, yəni istixanadır, orada tərəvəz yetişdirilir və s. və ilaxır. İnsan iştirakı demək olar ki, orada yoxdur. Oturub Türkiyədə bir nəfər kompüterin arxasında, orada ancaq nəzarət edir ki, proses düz gedirmi, temperatur artdı, azaltmaq lazımdır, yəni suvarma nə dərəcədə olmalıdır və s. və ilaxır. Eləcə də digər elm sahələrində. Və bu günləri əvvələn bunun məqsədi olub ki, insanın iştirakını məhdudlaşdırsın, yəni yüngülləşdirsin, mexanikləşdirmək, bu fiziki deyək ki, əməyi yüngülləşdirmək üçün idi, avtomatlaşdırma artıq həm fiziki, həm zehni əməyi yüngülləşdirmək üçün. Amma bugün bu elə bir səviyyəyə gəlib çatıb ki, artıq bu avtomatlaşdırma sistemləri özləri başlayırlar insanı idarə eləməyə. Mən deyərdim ki, bir qədər bu avtomatika termini bəlkə də bir qədər artıq geridə qalıb. Bugünkü gün intellektual idarə etmə deyilən bir anlayış var, intellektual sistemlər var. Bu da həmin avtomatikanın ən yüksək səviyyəsidir. Necə insanı idarə edir? Hamımıza yaxşı tanış olan o navigator proqramları var. Telefonda qoyuruq ki, bizə istiqamət versin, yol göstərsin. Artıq belə çıxır ki, o bizi idarə edir. Yəni, bunun da ən yüksək səviyyəsi indi insanlar yaşayıb görəcək, gənclər də əlbəttə ki, daha yaxşı səviyyəsini görəcəklər. Bundan bir qədər ehtiyat eləyən fikirlər də var. Hər halda Ulu Tanrı hər şeyi özü tənzimləyir, yaxşı olacaq. Çox vaxt almaq istəmirəm, çox yaxşı bir haldır. Mənim üçün iki qat qürur vericidir ki, həm bizim kafedramızın məhsuludur, həm əziz dostumuzun, hörmətli Elçin müəllimin və yoldaş Miradə xanımın iştirakı ilə ərsəyə gələn bir kitabdır və bu təkcə texnologiya müəllimliyidir, artıq qeyd olundu, ikinci bir ixtisas bizə verilibdir. Bu ixtisasda da fən tədris olunacaqdır. Təbrik edirəm bir daha, uğurlar arzu edirəm və burada deyilən sözlərə, fikirlərə görə çox sağ olun, minnətdarım olsun. İndi isə sözü fizik kafedrası müdürü Yəhya Həm də kitaba rəngsiz. Yəhya Namazov. Siz burası çıxın, oradan danışın. Yaxşı danışın. Buyurun. Hamı salamlayıram, hörmətli müəllimlər, əziz tələbələr. Bugün tarixi bir gündür, yadda qalan bir gündür. Çünki bizim fakültənin adına bağlanan bir boş gündür. Kitabın təqdimat gündür. Məndən qabaq çıxış edən məruzəçilər, çıxışçılar hər tərəfli danışdılar. Mən çalışacağım ki, mən ilk bilələrində o isə elmə sifariş verir. Beləliklə, cəmiyyətin tələbatını istehlak onun istehlakını ödəmək və beləliklə elmə sifarişlər gəlir və hansısa bir idarə etməni mexanikləşdirmək, son nəsildə avtomatlaşdırmaq, yeni indiki halda isə daha yüksək səviyyəyə qalmaq üçün deməli elmə sifariş verilir. Beləliklə, elm adamları səmrələşdirdilər, ixtirasçılar nəyisə yaradıb, insan əməyini birləşdirmək üçün tətbiq edirlər. Hətta tarixdə elə olub ki, insan əməyini birləşdirmək üçün hansısa avtomatımızın əmələ gələndə fəhlələr ona etiraz oldu. İngiltərənin avtomatlaşdırılmasında yarandıqda və onu dağıtmağa çalışırlar ki, insanlar əmək tətbiq edib qazanc əldə edə bilmirlər, çünki işçilərin sayı qısaltılır, azalmağa çalışır.
Lakin bu cəmiyyətin tələbidir, inkişaf etdirir, beləliklə də yeni bir elm sahəsi olan avtomatika yaranır. Kitabın uşaq da danışdılar, mən bəzi fikirləri deyəcəm, çünki bu kitab çox vacib tələbləri yerinə yetirməklə ərsəyə gəlmişdir. Kitab yazmaq çətin əməyin, gərgin zəhmətin bəhrəsidir. Müəllimlər bu zəhmətin ötəsindən gəlib, vəziyyətin ötəsindən gəlib, belə bir mükəmməl kitabı ərsəyə gətirmişlər. Kitabın tərtibatı, quruluşu çox yüksək səviyyədədir. Maraqlı cəhət ondan ibarətdir ki, hər hansı bir yeni fənnə aid dərslik yazarkən birinci şərt həmin ixtisasın tədris planında, tədris proqramında olan standartlara istinad etməkdir. Və bu kitabda yeni yaranmış maşın mühəndisliyi ixtisası, eləcə də ondan əvvəl texnologiya müəllimdə bu tədris olunurdu. Maşın mühəndisliyi ixtisasının standartında göstərilən, həmin fənd göstərilən dərslərə istinad olaraq bu kitab yazılmışdır. Ona görə də çox gərəklidir, lazımlıdır. Maşın mühəndisliyi ixtisasında bütün Azərbaycanda fəaliyyət göstərən bütün ixtisaslar eyni tədris planı, tədris proqramı üzrə işləyir. Deməli, tədris proqramının standartlarına uyğun olduğuna görə bütün universitetlərdə olan həmin ixtisasda bu kitabdan istifadə edəcəklər. Müəllimləri təbrik edirəm, belə gözəl kitab ərsəyə gətirdiklərinə görə. Arzu edirəm ki, bu davamlı olsun. Digər fənlər sayəsində də bununla yeni dərslər yazsın. Rəhbərliyə təşəkkür edirəm ki, belə maraqlı olan, hamının marağını təmin edən, həm də stimullaşdırma kimi müəllimləri həvəsləndirmək üçün belə tədbirləri geniş təşkil edirsiniz. Sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Bəlkə kimsə çıxış eləmək istəyir? Elçin müəllim çıxış eləsin. İndi sözü. İndi isə sözü günümüzün səbəbkarlarından biri olan dosent Elçin Cavadova veririk. Buyurun Elçin. Həm elmi işlər sayəsində böyük işlər aparılır və bu işlərə də böyük dəstək verdiyinə görə belə bir tədbirin təşkil olunmasında böyük diqqət göstərdiyinə görə universitetimizin rektoru, hörmətli Yusuf müəllimə öz dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda burada iştirak edən kafedra müdürlərinə, fakültə dekanına, universitetimizin prorektorlarına, Azad Həmkarlar Təşkilatının sədrinə, hər birinə öz dərin minnətdarlığımı bildirirəm və mən də sizə əmin edirəm ki, rektorumuzun bizə göstərdiyi etimadı nəzərə alıb, bundan sonra da öz işimizi günün tələbləri səviyyəsində və universitetimizin inkişafı üçün öz çabamızı əsirgəməyəcəyik. Hamınıza təşəkkür edirəm. Çox sağ olun. Mən bir daha təbrik edirəm. Uğur olsun. Bir dənə şəkil çəkdirək. Çöldə çəkdirək. Hədə çöldə hamımızda. Hörmətli müəllimlər və tələbə yoldaşlarım, qeyd etmək istəyirəm ki, çöldə hər birimiz Elçin müəllimin bu gözəl gününü, eyni zamanda İradə xanımın bu özəl gününü qeyd etmək üçün və yadda saxlamaq üçün. Bu İradə xanım da görsün. İradə xanım. Xeyirli olsun, təbrik edirik, xeyirli olsun. Sağ olun. Uğur olsun. Sağ olun, sağ olun. Bəli, necə bir kamil? Yaxşı, şükür. Evdədir, dışa çıxırmışıq. Yox, çıxırmışıq. Bugündən çıxırlar. Ay qızım, bir dənə bir telefonunuz verir. Sonra biz çəkdik. Orada bizi gözləyir. Sonra çəkdik. Yaxşı. Gəlin, gəlin. Gül kimi işdə sıralıyıq. İşdə çəkdirsə heç Siz də durun zəhmətənizdən. Mənə də istəyir. Bir də.